Burada cavan tələbələr var, hə? Bəli, bəli. Onlara müraciət edirəm. Google-da girin, axtarış mexanizmində. İngilis dili yəqin bilirlər də keçirlər. Wife selection problem. Belə bir şey yazın. Wife selection problem. Həyat yoldaş seçmək. Belə bir etalon məsələ var. O bilirsiniz, işə kriteri var orada, düzdür. Namizədlər çox ola bilər, 2 olar, 3 olar, 5 olar. Oradan cavan qızlar mənə baxırlar. Çox maraqlıdır, mənim üçün maraqlı gəldi. Mən bunu bir dərs deyirəm, orada da tələbələrə qərar qəbul etmə nəzəriyyəsi deyirəm. Bu tələbələrə bu misalı deyirəm ki, mənim qızlarım, inanırsa, qızlar gəlib deyir ki, bəs husband selection problem yoxdur.